22 iyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Quba rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib. Əvvəlcə rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən başçının birinci müavini Taryel İbrahimov, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və media nümayəndələri Quba şəhərində yerləşən Media Şəhidləri Parkında şəhid jurnalistlərin xatirəsinə uzaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzüb və onların əziz xatirəsinə ehtiramla yad ediblər. Azərbaycan mətbuatı xüsusilə Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyevin və hal-hazırda da ölkə prezidenti Cənab İlham Əliyevin yaxınlıq qarşısı sayəsində çox böyük bir inkişaf yolundadır. Bugünkü bayramda biz jurnalistlər üçün deyil, təkcə jurnalistlər üçün deyil, eyni zamanda bütün oxucu, tamaşaçı auditoriyası üçün olan böyük bir bayramdır. Bayram münasibətlə mən də jurnalist həmkarlarımızı təbrik edirəm, uğurlar arzulayıram. Arzu edirəm ki, qələmləri olsun, görən gözləri olsun və həmişə qələmləri düzə, haqqa, ədalətə söyləsin. Daha sonra media nümayəndələri ilə görüş keçirilib. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçının səlahiyyətlərini müvəqqəti icra edən başçının birinci müavini Taryel İbrahimov kütləvi informasiya vasitələrinin əməkdaşlarını peşə bayram münasibətilə təbrik edərək bildirib ki, 151 il əvvəl görkəmli maarifçi və mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən nəşrinə başlanılan Əkinçi qəzeti Azərbaycan milli mətbuatının təməlini qoymaqla yanaşı, ölkədə maarifçilik ideyalarının yayılmasına və mətbuatın inkişafına mühüm töhfələr verib. Bugün çox gözəl gündür. Bütün həmkarlarımı təbrik edirəm. Peşəsinə vicdanla yanaşan, peşəsində maddiyyət axtarmayan, mənəviyyət axtaran, peşəsində obyektivliyə üstünlük verən, vicdanlığa üstünlük verən bütün həmkarlarımı təbrik edirəm. Fərqi yoxdur, şimal bölgəsində yaşayır ya başqa yerdə yaşayır. Quba İcra Hakimiyyətinin bu ənənəsini alqışlayıram. Sözün həqiqi mənasında şimal bölgəsində fəaliyyət göstərən bir mətbuat nümayəndəsi kimi. Görüşdə çıxış edən media nümayəndələri dövlət tərəfindən mətbuatın inkişafına göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, yaradılan əlverişli fəaliyyət mühitinə görə minnətdarlıqlarını bildirib, Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün həmkarlarını təbrik edərək, Azərbaycan mediasının cəmiyyətin inkişafı naminə bundan sonra da peşəkarlıqla fəaliyyət göstərəcəklərini vurğulayıblar. Elçin Şüalı, Qafqaz TV üçün.